Qarşılıqsız sevgi kimi pis bir şey yoxdur bu həyatda. Vallahi deyirəm. Təsəvvür elə birini sevirsən, o da bilir ha səni sevdiyi. Prosta sevgi və qarşılıq vermir. Təsəvvür etmək belə adama təsir eləyir. Gör indi bunu yaşayana necə təsir eləyib. Allah heç kimə yaşatmasın bu dərdi, amma Pərvizə yaşadıb. Hələ də yaşayır. Deməli Pərviz, Aysel adlı bir xanım var. Onu düz 4 il, 4 ay qarşılıqsız sevib. Hələ də sevir. Aysel xanım da deyir ki, iki dünya bir araya gələr, biz bir araya gələ bilmərik. Mənim könlüm, mənim qəlbim başqa birindədir. Həqiqətən də ağır bir dərddir, ağır bir yükdür. Hər adamın işi deyil bu dərdi çəkmək, bu yükü daşımaq. Pərviz də sonunda deyir ki, 4 il, 4 ay səni sevdim. Aysel deyib sustum, Aysel deyib dayandım. Göz ucu olsa belə heç bir qıza baxmadım. Bəs sən Aysel, mənim səni sevdiyimi bilə-bilə sən başqa birini necə sevə bilərsən? Başqa birinə necə baxa bilərsən? Yəni bu qədər asanmı oldu məni unutmaq? Amma sən özün də bilirsən ki, mən yenə də səni sevirəm. Sən sevməsən belə, mən yenə də səni sevirəm, sevəcəm də. Bu yola tək çıxdım. Bu yoldan geri dönüşüm yoxdur.